Təşəkkürlər xor. Pastamı xeyirdə olun. Əziz rəhbər xalqı, mən də sizin rəhbərin kəlamı bölüşmək istəyirəm. Mən bugünkü mövzum olacaq pulpərəstlik haqqında. İsa Məsih müqəddəs kəlamda daha çox toxunduğu mövzulardan biridir. Və istəyirəm ki, kim müqəddəs kəlam yanındadırsa, Luka İncili 16-cı fəsil 13-cü ayəni oxuyaq. Luka İncili 16-cı fəsil 13-cü ayədə. Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Amin. Çox maraqlı yerlərdir. İsa Məsih burada sərvəti, pulu ağa adlandırır. Bir növ kiçik hərflə Allah adlandırır. Və biz diqqət etsək, İsa Məsih heç bir günahı bu cür göstərmir. Yəni, demir ki, siz həm yalana, həm Allaha qulluq edə bilmərsiniz, siz həm oğurluğa, həm Allaha. Yeganə puldur ki, İsa onu Allah, belə deyək, ağa adlandırır. Ki, deyir, siz həm sərvətə, həm də Rəbb Allaha eyni anda qulluq edə bilmərsiniz. Çünki istənilən halda ya birinə nifrət edib o birini sevəsən, ya da birinə qulluq edəsən və o birinə qarşı çıxasan. Və bugün baxacaq ki, bizim həyatımızın ağası kimdir? Bugün biz kimə ibadət edirik? Sərvət tanrısı olan pula və yaxud da ki, Rəbb olan Allaha. Və bir neçə nümunəyə baxacaq. Və o nümunələrlə özümüzü yoxlayacaq ki, həqiqətən bizim ağamız kimdir və biz kimə qulluq edirik. Bunlardan birinci budur. Baxaq, hansına daha çox vaxt ayırırıq həyatımızda? Pula, işə və yaxud da Tanrıya. Ola bilər ki, düşünək ki, bugünkü gündə biz işləyirik və təxminən 8 saat, 9 saat, bəzən 10 saat işləyirik. Günün sonu evə gəlirik, 10 dəqiqə, 15 dəqiqə Tanrıya vaxt ayırarıq. Və yaxud da həftənin 6 gün işləyirik, bir gün Rəbbin evinə gəlirik. Normal olaraq əlbəttə işə daha çox vaxt ayırırıq. Amma söhbət bu vaxtdan deyilmir. Söhbət bizim ürəyimizin vəziyyətindən gedir. Çünki biz işdə belə olub, əslində Rəbbə qulluq edə bilərik. İşdə belə olub, Rəbb haqqında düşünə bilərik. İşdə belə olub, Allahın padişahlığı üçün yaşaya bilərik. Sadəcə bizim yanaşmamızdan asılıdır. Bilirsiniz, biz çox vaxt yanaşırıq ki, iş bizim üçün əsas məqsəd, işə getdikdə birinci məqsəd, ən üstdə duran şey nədir? Pul qazanmaq. Amma bu üstdə olmamalıdır. Bəli, bu məqsədlərdən biridir. Amma ən əsas məqsəd Allahın padişahlığına xidmətdir. Olduğumuz yerlərdə fərqi yoxdur, işdəsən, hardasan, Rəbbin bizdən istədiyi bir şey var, onun padişahlığını yayaq. Onun padişahlığına xidmət edək. Yəni, sən işdə belə Allahın şahlığına qulluq edə bilərsən. Bəzən olur ki, biz işimizi dəyişirik, Rəbb bizi çıxardır, başqa yerə göndərir və bunu elə biz deyinirik, üsyan edirik. Amma başa düşmürük ki, Rəbbin bizim üçün planı var. Rəbbin planı sadəcə bizim üçün deyil ki, biz gedək qazanaq və gələk yeyək. Çünki biz bu dünya üçün yaşamırıq, biz səltənət üçün yaşayırıq. Rəbbin bizim üçün məqsədi Allahın padişahlığını yaymaqdır, Allahın padişahlığına xidmətdir. Qalan şeyləri zaten Rəbb əlavə olaraq bizə verəcəkdir. Biz kilsədə olub, iş haqqında düşünə bilərik, işdə olub Rəbb haqqında düşünə bilərik. Və çox var biz bəzən işdən belə çıxırıq, imanlar bir yerə yığışır və orada belə biz yenə iş haqqında danışırıq. Çünki o bizim həyatımızın ağasıdır. Bizim bütün düşüncəmiz, bütün fikrimiz onun üzərindədir. Biz bütün gün ancaq düşünürük, nə cür pul qazana bilərik, nə cür pul əldə edə bilərik. Və bütün bu şeylər göstərir ki, əslində biz kimə qulluq edirik. Zəbur kitabında Davud Peyğəmbər belə bir söz deyir, erkən qalxıb gec yatmağınız, azuqa üçün özünü yormağınız faydasızdır. Rəbb balalarına yuxuda olanda belə verər. Sənin özünü öldürməyin, bütün həyatını ona həsr etməyin, bu sənə heç bir fayda verməyəcək əziyyətdən başqa. Rəbb öz balalarına, sevdiklərinə yuxuda olanda belə verir. Növbəti, hansı olmadan qala bilirik? Birisi bəzən cibimizdə pul bitir, bütün bizim əhval-ruhiyyəmiz korlanır, sevincimiz itir, bütün düşüncəmiz nədir? Hardan pul tapa bilərik? Bir dənə iş olsaydı, pul qazanardı, bütün düşüncəmizi o alır. Günlərimizi alır ki, o pulu əldə edənə qədər. Amma istəyəm gəlin baxaq. Bir gün kəlam oxumayıb, dua etməyəndə, 2 gün, 1 həftə, 1 ay kilsəyə gəlməyəndə,
Bizim əhvalımız dəyişirmi? Biz darıxırıqmı Allah üçün? Bizim əhval-ruhiyyəmiz dəyişirmi? Biz onsuz qala bilirikmi? Qalırıq çox vaxt. Bəzən həftələrlə kəlam oxumuruq, həftələrlə Rəblə ünsiyyətimiz olmur və çox rahat da qalırıq. Bu heç də bizim vəziyyətimizə təsir etmir, amma bir gün pulumuz olmayanda bütün əhvalımız dəyişir. Və bu göstərir ki, bizim ağamız kimdir və biz kimsiz yaşaya bilmirik. Növbəti, çətinliyə düşəndə ilk kimi axtarır? Tanrını, yoxsa pulu? Çoxumuz pulu. Çoxumuz ona müraciət edirik. Və biz nə vaxt Tanrıya gəlirik, nə vaxt duaya gəlirik, bütün çıxış yolları bağlanır və son çarə olaraq Məsihə gəlirik. Amma İsa Məsih son çarə deyil. İsa Məsih yeganə çarədir. Biz ilkində Rəbbin önünə gəlməliyik. Və bütün bu punktları biz artıra bilərik və baxa bilərik ki, həqiqətən biz bugün kimə sitayiş edirik və bizim ağamız kimdir? Həyatımızı kim idarə edir? Bilirsiniz, pulun qeyri-adi bir qüvvəsi var. O insanı belə dəyişir. İnsanda yeni bir xarakter formalaşdırır. Dünən qardaşlar deyir ki, əslində bizim içimizdəkini çıxardır. Fərqi yoxdur. Nəticə olaraq biz dəyişib başqa bir insan oluruq. Bilirsiniz, Tanrı da insanı dəyişir. Biz Tanrıya gəlirik, yenilənirik, fərqli bir insan oluruq. Eyni şeydə pulda var. Bizim pulumuz artır, bizim danışığımız dəyişir, bizim ətrafımız dəyişir, bizim oturuşumuz dəyişir. Fərqli bir insana çevrilir. Və maraqlısı bilirsiniz nədir? Biz çevrildiyimiz insandan heç də narazı deyilik. Biz sevirik onu. Çünki bizə hörmət edirlər. Biz gələndə ayağa dururlar, bizə salam verirlər. Kim bundan narazı olar? Bizim komfort bir həyatımız olur və özümüz də bilmədən yavaş-yavaş onun tələsinə düşürük. Sevdiyim bir insanın maraqlı bir sözü var. Deyir, biz hər hansı bir günahı etsək fərqi yoxdur. Nə baş verəcək? Ətrafımız bizə qarşı qalxacaq. Ailəmiz, övladlarımız və hər kəs bizi tərk edəcək və biz tək qalacaq. Amma yeganə puldur ki, ətrafımız artacaq, ailəmiz daha çox bağlanacaq, çünki onlar da ondan faydalanır. Və biz hiss etmədən o günahın tələsinə düşəcək. Və bilirsiniz, ola bilər ki, burada oturmuşuq bir çoxumuz və düşünün ki, bu vəzin mənə heç bir aidiyyəti yoxdur. Çünki zaten mən kasıbam, mənim pulum yoxdur. Bu vəz imkanlı adamlara aiddir. Bəlkə də düşüncəmizdə artıq kimlərsə formalaşdırmışıq ki, bu vəz onlara aiddir. Xeyr. Pul sevmək, pulpərəstlik cibimizdəki olan pulun miqdarından asılı deyil. Ürəyimizin vəziyyətindən asılıdır. Günah ürəkdə olur. Pulpərəstlik mənim sürdüyüm maşından, geyindiyim paltardan, yaşadığım evdən, cibimdəki olan pulun miqdarından asılı əlaqəli deyil. Pulpərəstlik mənim ürəyimdə olan vəziyyətinlə əlaqədardır. Baxaq ürəyimizə. Biz hər varlı pulpərəst deyil. Hər kasıb da pulu sevməyən deyil. Yəni sən varlı olub pulpərəst olmaya bilərsən, amma kasıb olub pulpərəst ola bilərsən. Müqəddəs kəlamda bir insan var. O bunun üçün yaxşı bir nümunədir. Yalnızca Neman adında bir insan var idi. O cüzama tutulur və gəlir İsrailə, Elişə peyğəmbərin yanına. Orada şəfa alır və qaydanda hətta Elişə bir təqdim edir ki, paltar, gümüş, bugünkü dillə desə pul. Və Elişə götürmür. Və o gedəndən sonra onun yanında bir qulluqçu var idi, qullu var idi, Elişanın, peyğəmbəri. Və bundan pis olur və deyir ki, mən nə olur olsun gedəcəm, Namandan o şeyləri alacam. Ona olan pula olan sevgisi, pulpərəstliyi onu buna vadar edir. Və bilirsiniz nə baş verir? O gedir o pulu alır, Elişadan gizlin və Rəbb onu cüzama tutuzdurur. Onun həyatına lənət gəlir. Pulpərəstliyin sonu lənətə gətirir, ölümə gətirir. Və istəyirəm ki, baxaq həyatımıza. Bugün biz pulun ardınca qaçmırıq ki, biz bugün pulpərəst deyilik. Müqəddəs kəlamda İsa Məsih bu ayəni deməmişdən öncə bir məsəl çəkir. Ağa və idarəçi məsəli. Ağanın malı mülkü var idi və onun bir idarəçisi var idi ki, onun var dövlətini idarə edirdi. Həmin ağa Rəbb Allahdır və idarəçilər bizlərik. Baxın, biz idarəçiyik, biz ağa deyilik. Sahib olduğumuz heç bir şey bizim deyil. Nə pulumuz, nə var dövlətimiz, nə həyatımız, nə zamanımız, heç bir şey bizim deyil. Biz sadəcə idarəçilərik. Və yazılıb ki, bir gün hesabat günü gəlir və ağa ondan hesabat istəyir. Və istəyirəm ki, bilək ki, bir gün o hesabat günü hər birimiz üçün gələcək və ağanın bizə verdiyi hər bir şeyə görə hesabat verəcək. Yazılıb ki, idarəçi ağanın varın dövlətini sağa sola dağıtmışdı. İstədiyi kimi xərcləmişdi.
Biz bir çoxumuz o idarəçinin vəziyyətindəyik. Allahın bizə verdiyi sərvəti istədiyimiz kimi xərcləyirik. Verdiyi zamanı istədiyimiz kimi xərcləyirik. Həyatımızı istədiyimiz kimi yaşayırıq. Amma unutmayaq ki, bir gün hesabat verəcəyik. Və idarəçi orada çox ağıllı bir variant işlədir, belə deyək. O başlayır orada öz gələcək həyatını sığortalamaq üçün, orada insanların borclarını yazmağa və onun elədiyi bu hərəkət ağanın xoşuna gəlir. Biz o gələcək öz həyatını sığortalardır, amma bir çoxumuz əbədiyyatımız haqqında heç vaxt düşünmürük. Burada söhbət getmir ki, biz pul orada verib cənnəti qazanırıq, xeyr. Biz xilas olmuşuq və biz ağanın bizə verdiyi o mal mülkü, ağanın bizə verdiklərini biz nə cür bugün idarə edirik. Unutmayaq, bir gün mütləq Rəbbin önündə hesabat verəcək. Bugün biz zamanımızı nəyə xərcləyirik? Rəbbin işlərinə, Rəbb üçün, yoxsa sadəcə bu dünyanın boş-boş işləri üçün. Bugün biz pulumuzu nə üçün xərcləyirik? Rəbbin xidmətlərinə, yoxsa sadəcə boş-boş şeylərə? Və hər bir şey bunun içindən daxildir. Və Timoteyə məktub 6-cı fəsil, 6-cı ayədə belə yazılıb. Deyir, əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. Rəbbin sənə verdiyi o əlində olanla kifayətlənmək bu deyir, böyük bir qazanc mənbəyidir. Əgər həqiqətən biz bunu bacarırıqsa öyrənək. Əlimizdə olanla kifayətlənmək. Deyir, çünki dünyaya heç bir şey gətirməmişik və oradan da heç bir şey götürə bilmərik. Yeməyimiz və paltarımız varsa bunlarla kifayətlənirik. Kifayətlənirikmi? Hər birimizin yeməyə bir tikə çörəyi var, hər birimizin geyməyə ən azı bir dəst paltarımız var. Kifayətlənirikmi bununla? Yoxsa daha artıq istəyirik? Ardıca deyir, zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər. İnsanı məhvə və həlakə aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb, öz-özlərinə sanki bıçaq soxmuş kimi əzab verdilər. Burada zəngin olmaq istəmək, söhbət milyoner, milyarder olmaqdan getmir. Ehtiyacından artığının ardınca getmək. Sənə lazım olandan artığının ardınca edib onu arzulamaq. Məsələn, bugünkü gündə mənim bir telefonum var, o mənə qane edir. Amma yeni bir model çıxıb, o bahalıdır, o daha yaxşıdır və mən onu əldə etmək üçün nə edirəm? Borca girirəm, kreditə girirəm və bütün həyatım boyu onu ödəyərək əzabını çəkirəm. Hər dəfə o kreditin vaxtı yanıdır. Sürdüyüm maşın məni qane edir, amma daha yaxşısını istəyirəm, daha bahalısını istəyirəm. Hansı ki, mənə o qədər də ehtiyac deyil. Evdə oturduğum divan qane edir, amma daha yaxşısını istəyirəm və hər dəfə bunun üçün borca girirəm, kreditə girirəm və bunu əldə edirəm. Və sonra bütün həyatım boyu onun ağrısını çəkirəm. Sanki özümə bir bıçaq zərbəsi vurmuşam. Zəngin olmaq istəyənlərsə bu tora düşürlər. Yəni, ehtiyacından artığın arzulayıb onun ardınca yetmək. Pul çox təhlükəli bir günahdır. Çünki o açıq günah deyil. Amma insanın ürəyin çox sakit şəkildə ələ keçirilir. Pul bizim cibimizdə olmalıdır, amma ürəyimizdə deyil. Çünki ürəyimizin sahibi Rəbb Allahdır. Bir ilahiyyatçı maraqlı bir fikir var. Deyir, pul istifadə olunmalıdır, sevilməməlidir. Sevilməli olan tək yeganə Allahdır. Biz müqəddəs kəlam baxsaq, Rəbbimiz İsa Məsih də bununla sınağa düşüb. İblis onu yüksək bir yerə qaldırır və deyir ki, bütün bu dünyanın gördüyün şan, şöhrəti, var dövləti, bütün o qızılı hər şey mənimdir və onları mən sənə verəcəm. Niyət əvəzində mənə səcdə qıl. Biz eyni şey sınağa biz də düşürük. İblis bizə təklif edir nələrisə və əvəzində nəsə istəyir, çünki boş yerə heç bir şey vermir və deyir, mənə səcdə et. Sən pul qazanmaq üçün yaltaq olmalısın, sən pul qazanmaq üçün variantlar işlətməlisən və s. və s. Əgər daha artığını istəyirsənsə. Əgər o var dövlət Rəbdən sənə gəlmirsə, onun ardında iblis dayanıb. Və o mütləq sənə nəsə istəyir. Və iblis İsa'ya bunu təklif edəndə, düz bu yazılmayıb, bu mənim fikirlərimdir. O bəlkə də düşünürdü, sən cavansan, 30 yaşı var idi sənin o sınağı içəndə. Hələ cavansan, bu yaşda gelib xidmət eləyəsən, insanlar ölüb diriləsən, onsuz sənin qədri bilməyəcəklər. Bəzən bizə indidən sən gözü Allaha həsr edirsən, xidmətə həsr edirsən, Allahın evindən hava, ged, işdə, qazan, özü üçün pul yox, gələcəyi düşün. Sonra gedərsən Allah evinə, sonra xidmət edərsən. Və bu yollarla bizi aparır və İsa nə deyir ona? Deyir, rədd ol şeytan. Bir olan Allaha səcdə et, ona ibadət et deyə yazılmışdır. Çünki biz yalnız Rəbbə ibadət etməli və yalnız onun ardınca etməliyik. Çünki kəlam deyir ki, siz Rəbbin padişahlığını axtarın, qalan hər şey sizə əlavə olaraq veriləcəkdir.
Biz onun üçün şahlığı üçün yaşayaq, biz onun şahlığını axtaraq. Və hər bir şey bizə verilir. Çünki Rəbb bilir sənin nəyə ehtiyacın var. Bugün burada oturmuşsan, bəlkə də sıxıntın var. Rəbb bilir nəyə ehtiyacın var. Rəbb bundan xəbərdardır və mütləq sənə yardım edəcək. Və Rəbb istəyir ki, biz dəyişək. Rəbb istəyir ki, biz həqiqətən dəyişək, pulpərəst yox, həqiqətən Rəbbi sevək. Və müqəddəs kəlamda bu nümunəyə uyğun olan çox yaxşı bir nümunə var. Bu Zaqqay idi. Müqəddəs kəlama baxsa, Zaqqay pulpərəst bir insan idi. O pulu sevirdi. Onun Allaha pul idi. O sərvətə qulluq edirdi. Və buna görə nə edirdi? İnsanlardan haqsızlığına pul yığırdı, var dövlətini artırırdı. Amma bir gün onun həyatında bir şey baş verdi. Nə oldu? İsa Məsih onun evinə qonaq gəldi və istəyirəm ki, bu gün hər bir ürəyə İsa Məsih qonaq gəlsin, bu ürəkləri dəyişsin. Necə ki, Zaqqayın evinə gəldi və onun ürəyini dəyişdi. İsa gəldi Zaqqayın evinə və birdən-birə Zaqqay durdu ayağa və başladı bu sözləri deməyə. Ya Rəbb, əmlakımı satıb yoxsullara paylayacağam. Kimdən haqsızlıqla bir şey almışamsa 4 qat əvəzini verəcəm. Niyə deyirdi? Birdən-birə sərvəti sevən Zaqqay. Nə baş verdi orada? Çünki Məsih xilas onun evinə gəldi. İsa dedi ki, bu evə bu gün xilas gəldi. Artıq onun ürəyinin Allahı sərvət deyildi, Məsih idi. O Allaha düşürtdü və onun yerinə İsa'nı qaldırdı. Bugün baxaq ürəyimizin kürsüsündə kim əyləşib? Sərvət tanrısı yoxsa Məsih? Gəlin Məsihə yer verək. Rəbb istəyir, həqiqətən biz tövbə edə və dəyişək və həqiqətən ürəyimizə Məsihi buraxaq. O ürəyə Məsih gəlməsə, o ürək dəyişməyəcək. Əgər bir ürəyə Məsih gəlməsə, o ürək heç vaxt dəyişməyəcək. Bugün bizim qarşımızda bir seçim var. Ya sərvət tanrısı, ya da həqiqi olan Rəbb Allah. Biz kimi seçəcəyik? Ola bilər ki, bizə görə müvəqqəti bir həyat vəd edir o pul. Komfortlu bir həyat vəd edir, yaxşı bir həyat vəd edir. Amma sonu ölümdür, sonu cəhənnəmdir. İkinci seçim isə o Rəbb Allahdır ki, o sənə görə yer üzünə öz oğlunu göndərdi. Ki, çarmıqda sənə görə qurban getsin. Ki, səni xilas etsin, sənə əbədiyyət versin. Ola bilər çətinlikdə olasan, ola bilər problemdə olasan, ola bilər yoxsulluqda olasan, amma sənin əbədi həyatın olacaq. Eyni seçim bilirsiniz, Eden bağında Adəmin qarşısında idi. Həyat ağacı və günah ağacı. Adəm həyat ağacından yeyib əbədi olaraq yaşaya bilərdi ölümsüz. Adəm həyat ağacından yeyib ağrısız, acısız bir həyat yaşaya bilərdi, dərdsiz, problemsiz. Amma Adəm günahı seçdi, günah ağacını seçdi. Bilirsiniz niyə? Çünki gözə xoş görünürdü o. Ola bilər həyat ağacının o qədər də belə görünüşü yox idi. O qədər görünüşsüz idi. Amma həmin o günah ağacı insanı cəlb edirdi. Bu dünya insanı cəlb edir. Pul insanı cəlb edir ki, o sənə bir vəd verir. Deyir ki, o sanki hikmət verməyə vəd edirdi o ağac. Bugün o pul bizə vəd edir ki, sənin yaxşı həyatın olacaq, komfortun olacaq. Amma sonunda səni öldürəcək. Amma həyat ağacı o qədər görünüşlü deyildi. Bilirsiniz, bugünkü gündə eyni şeydə Məsihin təlimi o qədər də görünüşlü deyil. Yazılıb ki, İsa Məsih çarmıqda olanda onun siması insan simasından çıxmışdı. Onunla elə də görünüşü yox idi, amma onda xilas var idi. Bugün biz hansı yolla gedirik? Məsihin ardınca, yoxsa sərvətin ardınca? Mən təklif edərəm ki, Məsihi həyatımıza qəbul edək. Çünki sərvət tanrısı sizə görə heç bir şey etməyib, amma Məsih sizə görə canın qurban verib. O sizi xilas etmək üçün, o sizi günahdan azad etmək üçün. Ola bilər ilk dəfədir buradasan, heç vaxt Məsih ilə tanışdığın olmayıb. İlk dəfədə onun haqqında eşidirsən, bir şey istəyərdin bilərsən, başqa çıxış yolu yoxdur. Çıxış yolu yalnız İsa Məsihdədir. Nə bizim əməllərimiz, nə bizim həyat tərzimiz, nə bizim varımız, dövlətimiz bizə xilas vermir. Bizə xilas verən yalnız İsa'nın adıdır, İsa'nın qurbanıdır. Çünki yer üzündə başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq. İsa adından başqa. Mən sizə tövbəyə dəvət edirəm. Və dəvət edirəm ki, gələk hər birimiz ürəyimizi İsa Məsihə açaq. Açaq ürəyimizin qapılarını ona ki, o gəlsin, orada əyləşsin və orada öz şahlığın qursun. Orada öz padşahlığın qursun. Və bizim həyatımızı idarə eləsin. Əgər ağamız həqiqətən sərvətsə, əgər bugün sərvət dalıcan qaçırıqsa, iş dalıcan qaçırıqsa, bütün həyatımızı buna həsr etmişiksə, bir şey bilin, bu bizi ölümə aparacaq. Amma əgər həyatımızın ağası Məsihdirsə, o bizə xilas verir, o bizə əbədi həyat verir. Rəbb hər birinizə xeyir dua versin. Amin.